Yeni bir gündən hər kəsə salam. Hələ gün çıxmıyor. Ya da buludluqdur deyə hələ çıxmayıb. Çıxdım evdən. Dedim çıxmışkən sizə də bir vlog başladım. Gedirəm posyolkaya. Meyvəli tortum var. Məhəllədə o meyvələri tapa bilməyəcəyimə görə gedirəm posyolkadan almağa. Bunun gözəlliyinə bax. Ha, necə? Niyə belə gözəlsən sən? Posyolkaya deyə çıxmışdım. Bir anda özümü azadlıqda tapdım. Gəlmişkən dedim burada gəlim. Şakamakaya bir manatlıq yer. İncinin neçə vaxt istədiyi bir şey var idi. Həm də ki, salfetkalar lazımdı. Dedim bəlkə gəlmiş ola. Hər səfər gələndə deyirəm, çəkməyəcəm, girməyəcəm bura. Amma ki, marağımdan girirəm, sonra da sizin üçün baxıram, təzə nələrsə var, çəkirəm. Belə stol üstü güzgülər gəlmişdi üz qaş üçün. Yaxşı idi onlar, arxalarının da ayaqları da var idi. Sonra digər başqa formada güzgülər də var idi. Belə bir güzgünü keçən səfər inci ilə qutumutudan 3 manata aldıq. Demək olar ki, yavaş-yavaş hər şeyi gətirirlər buralara da. Burada da qızlar vazelinlərdir, digər kremlərdir, Colgate-in paddelkalarıdır. Ən yaxşısı yuxarıda lentlər var 1 manata. Onlar yaxşıdır, hədiyyə zad bağlamaq istəyəndə gəlib buradan götürmək olar. Bir paçkası deyim də, belə bir dənəsi 1 manatdır, metrə ilə deyil, çoxdur. Keçdim qab-qacaq bölməsinə, şüşə bölməsinə. Burada da yeni bir şeylər yox idi. Stəkanlardır, həmişəki kimi rumkalardır, fincanlardır, çaşkalardır və boşqablar, rəngarəng boşqablar. Görürsünüz qızlar, üstündə yenə nəsə defektlər var. Mənə elə gəlir bu deyəsən elə defekt olanlardır. Üzərində görünməyənlərdə ya üzərinə rəngi getmişlər olur biraz, ya nəsə başqa bir şey olur. Bilmirəm, mən keçən səfər bir neçəsinə baxdım, fikrimlə daşındım. Bu da bankalardır. O böyüklüyünə baxdım. Birinci baxdım, dedim görüm nədir. Sonra ağzını görəndə baxdım ki, bel üçün olan bankalardandır. Keçdim kosmetika baxım bölməsinə. Burada da gördüyünüz hər şey 1 manatdır. Düzdür, qələmlər, dodaq qələmləri zat belə adi qələmlər kimidir. Bir dəfə baxmışdım ki, onsuzdan mağazalarda da 1 manat olur da. Bir baxım görüm qələmləri necədir. Amma qələmlər heç yaxşı deyil. Burada da nəsə belə bir qab gördüm. İçərisində özünün süzgəc fason bir şey var idi. Bilmədim nə üçündür bu qabda. Kalçuk qabı idi. Dörtkünc içərisində də nəsə süzmək üçün bir şey var idi. Bəlkə də belə bilmədim, pendir qoymaq üçündür, ya zeytun qoymaq üçündür. Həm suyun içərisində qalsın, həm sudan çıxarılsın. Bir də belə bir şey var idi. Qabı yuyəndə ələ geyinmək üçün, amma parça kimi idi. Onu da dəqiq bilmədim. Əlimi qoruyur, nə işə yarayır. Belə üstü şukulkalı qab maçalkaları var idi. Yəqin ki, bu qazanın arxasını, qarasını təmizləmək üçündür. Çünki doğrudan da üstü şukulka idi. Yəni əməli başda əl vuranda əli cızırdı. Belə saç masaj alətləri var. İçərisinə nədir onun adı? Qab yumək üçün şampun töküb qab yuməyə alətlər var. Üçlü qab sitkası var idi. Burada da arada təzə şeylər gətirirlər. Belə xiyar qəddiyəm var. Üzərində xiyar şəkili var idi, kök şəkili var idi. Hər halda onları nazik doğramaq üçündür. Uşaqlar üçün maraqlı belə pipetkalar var idi. Buraları da biraz sizin üçün çəkdim. Həm də baxıram ki, görüm maraqlı nəsə gəlibdimi. Qaşıq dəstləri hazırlayıblar. Əvvəl qaşıqlarının tək özləri idi. İndi qaşıq, çəngəl, bir də balaca qaşıq olaraq 3 dənəli belə set halında hazırlayıblar. Buradakı kosmetika bölməsidir. Xanım da pupanın pudralarının paddelkalarını çıxardıb düzürdü. Göstərişi sevənlər üçün. Yəni adı pupa, özü başqa bir şey. Burada da bujuteriyalar var, kəmərlər var. Yükləndim mukilər, gedirəm. Posyolkada olanda bacıma zəng elədim. O da dedi, biz tərəfdə muk yoxdur. Dedim, biz tərəfdə var idi, azadlıqda.
Gəldim, dedim həm ona götürərəm, həm özümə götürərəm bu ki. O yaxşıdır da digərlərindən. Həm dadı yaxşı olur, həm də ki artımı da yaxşı olur. Bacım da istədi deyə, fikrim yarpaqlarda deyə, hamısının rəngi sönüb. Dedim gəlim götürüm, şəkil də çıxartdırasıydım. Dedim götürərəm elə. Ondan ötürü gəldim. Dünən də İnci üçün 1 manatlıq yerdə istədiyi bir şey vardı, onu görmüşdüm. Dedim onu da götürərəm, elə hamısını götürərəm. Qərar verdim ki, gəlim azadlığa. Düzdür, ağırdı. Amma olsun, yolum elə də uzun deyil. Avtobusa çatana qədərdir. Şəkili çıxartdırdım. Belə bir şəklimiz var. Dediyim kimi əsas qaymaqlardan ötürü getmişdim. Qaymaqları da aldım. Bir tortçunun səhəri necə açıla bilər? Ən gözəl nümunə. Zahmat gedib pala-paltara verir 25 manatı. Mən də qaymaqlara qoydum, gəldim. Bir dənə tortum var. Başlayayım onu yığmağa. Axşama da verməliyəm saat 5-ə 6-ya. Onda nəyə görə qaldı? Meyvəyə görə. Getdim meyvə aldım. Çünki meyvəli tortdur. Bu arada başınız boş dayanmır. Ən sevdiyim də dişlə yeməkdir. Çox şükür hələ ki dişlərim ağzımdadır, yiyə bilirəm. Öyle yerləşdirim bunları soyuducuya. Soyuducuda başqa qaymağım var. Çıxardım onu. Çalım. Başlayaq işimizə. İşə başlamamışdan uşaqlara, daha doğrusu İnciyə belə meyvə doğradım. Mən doğramasam yemirlər. Bu aralar favorimiz armudlardır. Get, nuş olsun. Buraları da silim, təmizləyim. Bu dəqiq özünü çəkərəm ha, nəyə durub baxsa, yer git yida, bəlkə yalandır. Hər gün yemirsən? Gətirim, başlayayım işlərimi. Çəkirəm, durub orada gülür, baxır, gülür. Neyse, bunu belə buraya qoyaq. Buralarda qəşəng silim, təmizləyim, başlayaq işimizə. Qızlar, tortu qonşu üçün hazırlayıram. Təbii olaraq orada ona da karobkaya ehtiyac yoxdur. Belə təmiz karobka götürmüşəm. Özüm hazırlayıram. Dedim, çəkim sizə də fikir olsun bilməyənlərə. Rayonlarda əslində, yəni ən azından bizim rayonda çox adam karobka istəmir. Bunu da şeylə hazırlayırdıq, skoçla. Skoçum qutarıb, məcbur bundan hazırlayacağım. Görəkdiyim skoç alınsın. Taxtım onu qızsın, kley ərisin. Yavaş-yavaş bunu kleyliyim, getsin. Kremi salmışam, içlikləri hazırlamışam. Düzdür, meyvələri hələ doğramamışam. Amma yenə də hazırlamışdım. Baxıram ki, padlonu düzəltməmişəm. Dedim, tez bunu da düzəldim. Keçim yığmağa tortumuzu. Bunu da buna yapışdırım. Skoç olanda yaxşı idi. Skoçluyurduq, rahat olurdu. Bu da pis değil ama yenə də skoçdan rahatlardı. Bunlar da tort ləvazimatlarında satılır. Çox yerdə 20 qəpik idi bir dənəsi. 1 metrənin 1 metrəyə də deyəsən. Amma bəzi yerlərdə 50 qəpik, 30 qəpik o baxır. Həmən tort ləvazimatlarının insafına. Bir sözlə kim nə qiymət istəyir onu koyur da. Bugün də vlog yükləməmişəm. Vlog günüm olmağına baxmayaraq. Çünki səhər tezdən, əsasən səhər mən videoları montaj edirəm. Hamı gedir məktəbə, sakitçilik olur. Keçirəm, qaynanam da hələ yatır, qalxmış olmuyor. Keçirəm qəşəng, otururam divanda, sakit başla, səhər adamın beyni açıq olur axı, sakitçilik olur. Sakit başla vlogları montaj edirəm. Sonra qoyuram,
saat 10'a çatır da yüklənir. Amma indi 6-cı gündür, uşaqlar dərsə getməyiblər, yoldaşım gec getdi. Özüm də durdum, getdim şey üçün, meyvələr üçün. Ona görə çox yəqin ki, bugünün vlogu, bugün ayın 17-si deyə 18-i, 6-cı gündür. Bugünün vlogu ortadan sonra gələcək. Çünki hələ montaj eləməmişəm. Baxın xanımlar, hazırdır. Getim tortun yığılmasına. Həmişə bir gün qabaqdan yığıb qoyurdum. Bu səfər məhəllədə ən azından kivi yoxdur da. Kivi yoxdur deyə getdim, aldım, yığıb axşama verəcəm. Nə eləmək olar. Amma bir gün öncədən yığılanda daha yaxşı olur. Tort daha dadlı olur. Evin əksik gərəkləri var idi. Paraşok qurtarmışdı. Yumurta bizdə çox işlənir. İki tərəfli. Həm torta, həm belə oğlum da xoşlayır. 2 cür, 3 cür daha doğrusu konfet alıbdı. Düzü gərək bunlardan əvvəl almamışdı. Yəqin görüb. Bundan həmişə alır. Bu heç görüb ki, yenidir, ondan alıb. Evdə çox makaron, spagetti işlənilmir, düzdür. Amma yenə də deyirəm ki, hərəsindən ən azından bir dənə olsun. Kalbasa götürüb. Yağ götürübdü, möcüzənin yağını. Sonra çay götürüb, ətirli çaylar almışdı. Biri də çox şirin dadıyırdı. Sanki çaya şirin nəsə töküb elə içsən. Ona görə dedim Xəzər götürsün. O sadə qara çaydı. Ən azından digərinin dadını biraz açar. Domestosum qurtarmışdı. Mənim moykam demək olar ki, hər gün domestoslanmalıdır. Yoxsa sapsarı saralır. Bir dənə ondan götürdü. Tortu hazırladım xanımlar. Üzərinin şəkillərini yapışdırmışam. Kəstim daha doğrusu. Arxalarına balacalara zubatiska, böyüklərə şiş çöplər yapışdırdım. Keçirdim tortun üzərinə. 6 yumurtadan hazırladım. Meyvəli tort olduğuna görə 2 kilo 700 qram oldu. Hələlik xanımlar, bugünlük məndən bu qədər olsun. Videonu bəyənib, abunə olmadan izləyənlər abunə olsa sevinərəm. Hələlik, sağ olun.